Hamza salam dostlar. Bugünləri sizlərlə kürt koymaq istəyirəm. Kürtlər də sizə tam yaxşı oturmur. Onları da elə belə qoyacağım. Bəxtlərini sınasınlar. Çıxartarlar, yəni otursalar əgər, çıxartmasalar canları sağ olsun. Ona görə də az qoyacağım altına yumurta. Birinə qaz koymuşam, daha doğrusu koydum. Birine de toyuq yumurtası koymuşam. Buna toyuq yumurtası koydum. Sarı toyuğa 7 dənə. Az koydum ki birden çıkartmasa yumurtalar zay olmasın. 7 ədəddir Türkan xoruzu yaxınlıq olan toyuqların yumurtasına koymuşam altına. 2 ədəd də başqa toyuq yumurtası koymuşam. Burada toyuq yumurtluyor. Ördeğin de yumurtalarına birine baktım. Qaz yumurtalarından doluydu. Bakacağım geri kalanlarına da. Çünkü köhnə yumurtalar da koymuştum. Çıxacağını bilmirdim. Ama sınamak için koymuştum ki çıxar yoksa yok. Burada da bir toyuq var. İki toyuqun heç biri yaxşı oturmur. İlk başlarda yaxşı otururdu. Artıq indi durandan sonra biraz çətin otururlar. Ona görə də risk atmamaq üçün az koydum altına yumurta. Belə oturur adamı dişləyir, amma yaxşı oturmurlar. Baxın dostlar, belə 2 ədəd təzə yumurta koydum, 2 ədəd də köhnə yumurta koydum. 5 ədəd koyacaqdım. Biri vaxtı geçmişdi. Təzələrdən də koymaq istəmədim ki təzələri xarab eləməsin, birdən qazlar falan kötü otursa onun altına koymağa. Bunu belə koyup üstünde bağlayacağım yeşil eksinin də. Oturarlar. Bugün ayın 26'dır. Səhv etmirəmsə. Ördək ən qəşəng oturanlardan biridir maşallah. Yuvasını düzəltir, istilik verir. Ördək özü yumurtalara nem verir. Ara bir altın isladır, gəlib oturur yumurtaların üstündə. Mənim bunun yumurtalarına nemləməsəm də olar, çünki özü bilir yəni işin. 2-3 illik ördəkdir. Neçə dəfə də kürt oturub, bir dəfə qaz çıxartıb, bir dəfə toyuq çıxartıb. Baxın dostlar, bu toyuq da kurdalanır yerində. Ama bundan az da olsa ümidim var, bundan heç yoxdur. Bir də baxanda heç birindən ümidim yoxdur. Xeyirlisi Allah'tan. Bax, nə olar. Bugündən bunları koydum indi. İstilətərlər. Bu idi dostlar, koyacağım. Loxdur bu da. Bunları yığıb koymuştum. Sarı toyuğun altına koyaram diye 15 ədəd. O da oturmadı. Mən də risk atmamaq üçün 7 ədəd yumurta koydum altına. O da ki Türkan toyuğun Türkan xoruzunun yaxınlıq etdiyi toyuqlardır. Bunlar da satarım. Toyuqlar bu aralar az yumurtlayıb fal yumurtaları da bura koydum ki başka toyuqlar otursa, yəni oturmaq istəsə bunları görüb daha tez oturarlar və yaxud oturarlar. Neyse. Burada Kürtlərə verdim bayaqları. Yarısını yedilər, yarısını yemədilər. Onlar daha yaxşı qulluq edirəm, amma onlar heç də yaxşı oturmurlar. Burada da cücələrdir. Cücələrdən vermişəm. Suların yeni ördəklər batırıb. Ördəklər çox pis
batırır her yeri. Suluyor. Yemin için böyle suluyor. Ağzını vurup suya gelip yem yer ve sulu olur yem. Su kabı da batır. Cücelerin üstünde batırır, suluyor yani. Cüceler de ara bir ıslanır. Üstlerini bağlayayım. Soyuq olmasın bunlara. Başka ne göstereyim? Akşam görmediniz belki böyle. Bu yarımcık kalıp yine de büyün yakın ki devam ederek. Böyle bir kapı var. Bunu koymak fikrim var bura. Bura böyle kazıdım. Dünenler koyacaktım kapını. Vaxt olmadığına göre koya bilmədim. Yeni alan toyuqları hara gediblər? Biri buradadır. Diğeri hardadır? Diğeri harası girib yəqin ki. Qaçada bir hə. Təndirxanada da, çörəkxanada. Şaxların altına girir. Ay. Toyuqca da gətirdim. Hamısı gətirən kimi gedib girir. Bura şaxların altına. Bezirəm dalları çıxartmaqdan. Hündüşkada vurur onu. Çünkü yeni gelen hayvanlar hündüşka tanıyır onları. Qovur biraz öğreştikten sonra düzelir. Qazlar için böyle qabda su koymuşum çimsinler diye. Burada koyurdum burada. Toyuqlar düşür diye, içine düşüp boğulurlar diye koymadım. Bura suyun son vəziyyətidir. Qazlar çox batırır. Mən də tez-tez çalışdığım qədər təmizləyirəm. Kürdlərdən biri bu ağ kürt idi amma oturmadı. Onu durğuzdum. İndi bu ikisi qalıb onlardan baxaq nə olacaqsa. Bu günləri də gedəcəm. Yaponka deyirlər çoxsu. Yaponka almaq fikrim var. Daha doğrusu alacağım. İndi mən yaponka tanımıram, sahibi tanıyar. İndi tapsam xoruz, toyuq alacağım. Deyilənə görə onlar saxladığı xoruzlar yaxşı deyil. Ona görə baxacağım. Necə xoruzlardırsa yaxşı olsa alaram, yaxşı olmasa toyuğunu alaram. Tapsam sonra xoruzunu alaram. Genişlənib oturdu bu. Buna baxaq. Oturub. Qışqırmaq var, dişləmək var amma bir işə yaradığı şey yoxdur. Ancaq elə qışqırmaq, dişləmək. Belə lox olan yumurtaları da cücələrə pişirib verəcəm. Vitamindir, həm də tez böyüməkləri üçün yaxşı vasitədir. Bunlar da ayaq altına tökülüb qalıb çünki burada bura düzəltəcək deyə qalıb. Ona da vaxt tapa bilmirik. Vaxt tapsaq da havalar soyuq olduğundan iş edə bilmirik. Onu da bu günləri yəqin ki devam edərik. Toyuqlar artdıqca xoruzlar daha biraz azalıb çünki çata bilmir bu kadar toyuqların arasında. Baxaq, yaponkanı alsam onu da videosunu çəkərəm. Mən dəqiq tanımıram yaponka cinsini çünki heç saxlamamışım ömrümdə.
eğer yapanka olsa ilk olacak. Bunlar da yem qabı budur. Yem qabının yanına gelen kim hamısı yığışır yanıma. Elə bilirlər yem vereceğim ama ki biraz onlar yem vermişəm. Toyuqlar da bu aralar yumurtanı azaltıp çünkü havalar soyuq idi. Mənfilərə düşmüşdü. Qar belə yağdı. -2'lərə, -1'lərə düşmüşdü. Ona göre yumurta azalmıştı. Günde 3 yumurta alırdıq. 3 yumurta, 4 yumurta belə. Amma əvvəl 8-9 yumurta alırdıq. 10 adet yumurtlayan toyuqdan yani. Günde 2 dəfə toyuqlar yumurtlayırdı. Bir gün 8 alırdım, bir gün 6 alırdım, 7 alırdım belə. İndi 3 alıram. Dünənləri 3 ədəd yumurta aldım. Dünənləri 4 ədəd aldım. Sıra gün 3 ədəd aldım. İndi baxacaq bu günləri neçə ədəd alacaq çünki hava dünənləri isinmişdi, isinməyə başlamışdı daha doğrusu. Bu günlərdə dünəndən daha yaxşıdır hava. İndi baxaq neçə yumurta alacaq bu günləri. Erkek ördək də qazları qovur. Çünkü dişisi kürt yatıp diye sadece dişi qazla yeni getirdim erkek qazı qovur. O birisi erkek qaza girişə bilmir, yani onu döyə bilmir çünkü onu döysə özü döyüləcək. Gedib baxın. Nə aləmdirsə burada. Kürt ördək durub çünkü buradan kalmıştı. Qazlar yeyəndə da səsi durdu. Baxın toyuqlar gəlib yumurtlamağa. Biri budur. Bu da yəqin ki yumurtlayır ağ toyuq. Bugündən not alın yani bugündən 2 toyuğu kürt koydum. Çıxsa biri 1 aya çıxacaq, biri 21 günə çıxacaq. Bunlar yesinlər, gedib oturur yəqin ki yuvada. Yumurtaların üstünü bağlamır bu aralar. Qoy açıq qalsın, sonra bağlı olanda yaxşı aça bilmir yumurtaların üstünü və biraz ot qalır yumurtaların üstündə də yaxşı istilətə bilmir yumurtaları. Bugün də çəkməyə çox bir şey yoxdur, ona görə videonun da sonuna gəleyim. Yavaştan toyuqlar da çoxalır, maşallah yazmağı unutmayın. Kanala abone olun və videolara like atın. Bəyənmədinizsə dislike atmağı unutmayın. Bu gətirdiyim yeni qaz hinduşkalarla öyrəşikdi deyə, yəni nənəmgildə də hinduşkalarla bir yerdə çıxmışdı. Çünki nənəmin bir hinduşkası var idi, ona altına aparıb koyduq qaz yumurtası. Onlar da çıxıb, onlar da böyüdüyünə görə qazla, hinduşkalarla öyrəşib qaz. Ona görə də hara aparsalar hinduşkalarla gəzir. Məsələn bizə gətirdi, hinduşkalarla gəzir. Hinduşkalar olmasaydı qışqıra gəzəcəkdi. Məndən əvvəl bir başqası aparmışdı bu erkek qazı. O da qaz gedib orada hinduşka olmadığı üçün qışqırırdı. Bu toyuqları bəlkə yeni düzəltdiyim yerdə cüt edib saxlaya bilərəm. Baxın dostlar, erkek ördək qovur qazları. Dişini sürüm, geçsin, yatsın yumurtaların üstünde çünkü bayaqdan bayırdadır. Tuttum belə. Geçsin, yatsın. Getdi girdi qazların hinə.
Getdi oturdu. İki toyuq indidən oturub saat 11 olar. İndi mən də videonu çəkim. Gedim toyuq almağa. Hinduşkalar da rahat qoymur bu yeni gələn toyuqları hamısını qovur. Ay, toyuq uçub getdi. İndi videonu saxlayıb mən gedim toyuğu gətirim, yoxsa itəcək. Sağ olun dostlar, özünüzə yaxşı baxın. Gələn videoda görüşmək ümidilə.